Cəlilabadda heyvandarlıqla məşğul olan təsərrüfatçılar aidiyyatı qurumlardan kömək istəyir. Rayonda heyvan bazarının uzun müddətli fəaliyyət göstərməməsi yüzlərlə təsərrüfatçını çətin vəziyyətdə qoyub. Daha ətraflı sujetdə məlumat alacağıq. Cəlilabadda bazarın təmir işləri ilə əlaqədar istifadəyə verilməməsi səbəbindən heyvandarlıqla məşğul olan sakinlər iri və xırdabuynuzlu heyvanlarını satışa çıxara bilmirlər. Alternativ olaraq isə heyvanları qonşu və ucqar rayonlara aparmağa məcbur qalırlar. Bu da əlavə nəqliyyat, vaxt və yem xərcləri deməkdir. Təsərrüfatçıların sözlərinə görə heyvanın başqa rayona aparılması satışdan əldə edilən qazancı xeyli azaldır. Bəzi hallarda isə xərclər gəliri üstələyir. Nəticədə fermerlər heyvanı satmaqdan imtina edir. Bu isə təsərrüfatın dövriyyəsini gündən-günə zəiflədir. Buradan gedirik, təzə vaxt Salyan bazarı açılıb, Salyan bazarına. Salyan bazarda bitsin artıq xərcdir. 100 manat mən qazelə pul verirəm. 22 qoyun apardım, 100 manat qazelə pul verdim. Plus 70 manata bazarın girişinə pul verdim, 170 manat. Orada da aparmışam, bu 170 manatı vermişəm, məcburam ki, heyvanımı dəyərin dəyməzinə satım orada. Mümkün deyil. Onu dala qaytarmaq üçün də əlavə pul verəcəm mən. Biz də istəyirik ki, bizim Cəlilabad bazarı açılsın. Biz də özdə ailəmizə, uşağımıza nətər edərlər, buradan qazanc aparır. Tək mən yox, mənim kimi bir çox insanlar nətər edərlər, bu bazardan istifadə edirlər. Öz ailəsini dolandırır, uşağını dolandırır. Heyvan alqı-satqısı ilə məşğul olan təsərrüfatçılarla yanaşı, ət kəsimi ilə məşğul olan qəssablar da bazarın bağlı olmasından əziyyət çəkirlər. 3 aya yaxındır Cəlilabad rayonunun mal bazarı bağlıdır. Biz də istər-istəməz çətinlik çəkirik bu heyvan tapmaq barəsində. Yaxın bazarlara, Salyan bazarına üst tuturuq. Oradan istər-istəməz yol xərci bir 100 manat, 80 manat, 120 manat civarında bizə ziyan dəyir. Gedib hər gedəndə 5 dənə, 10 dənə mal alıq getiririk. İstər-istəməz mallar da kəsimə gecikdiyinə görə arıqlama baş verir. Maldarlıqla məşğulam, qoyunum var, malım var, atım var. Heç Cəlilabad bazarı işləmir, heç cürə biz bunu sata bilmirik. Yonca 7 manatdır. Aparsan Salyan bazarı malın biri 5 manat, 10 manat bazarda apararlar. Maşın aparanda 100 manat aparır. Yem baha. Bax, qalmışam becinə. Aidiyyatı qurumlardan xahiş edirik ki, biz buralara bir tədbir görsünlər. Biz də buradan istifadə edirik. Dünən məsələ masallıya getmişdi. Mənim 50 manatlıq zəhmət haqqı verdim qadilə. Mənim də qadilim var, nə olsun. Amma biz üçün çox çətindir bu. Xahiş edirəm, bizə diqqət göstərsinlər. Bizim dolanışımız bundan asılıdır. Neçə vaxtı bazar yoxdur, qalmışıq belə. Artıq ölkənin bir sıra rayonlarında heyvan bazarları sanitar baytarlıq tələblərinə uyğunlaşdırılaraq fəaliyyətə başlayıb. Bəs Cəlilabad heyvan bazarı nə vaxt açılacaq? Bizim rayonda da mal bazarında işlər gedib, yəni dez baryerdir. Qida Agentliyinin bizə verdiyi tələblər doğrultusunda dez baryerdir, navesdir və heyvanların satılması üçün bölmələrdir. Tərəfimizdən icra olunub. Sadəcə son zamanlarda hava şəraitinin pis keçməsi ilə bağlı asfalt örtüyü çəkilə bilməmişdir. Havalar düzəldikdə, yəni yaxın günlərdə asfalt örtüyü də olacaq. Ondan sonra da Qida Agentliyinə məlumat verəcəyik. Onların icazəsi doğrultusunda yəqin ki, bazar açılacaq. Qida Təhlükəsizliyi Agentliyindən deyilir ki, heyvan bazarlarının fəaliyyətə başlaması birbaşa sahiblərinin üzərinə düşən öhdəliklərin icrasından asılıdır. İnfrastruktur normativ tələblərə tam uyğunlaşdırıldıqdan və agentliyin yekun rəyindən sonra bazarların fəaliyyətinə icazə verilir.